Deməli, həndəsənin əsas anlayışlarında birinci sualla başlayırıq. Birinci bölmənin birinci sualına deyir ki, uzunluğu 39 cm olan parça 3 bərabər hissəyə bölünmüşdür. Kənar hissələrin orta nöqtələri arasındakı məsafəni tapın. Deməli, bizim qaydamız var idi ki, əgər AB parçası n bərabər hissəyə bölünərsə, məsələn, deyir ki, sənə M-ci və K-cı hissələrin orta nöqtələri arasındakı məsafəni deyir ki, tap tutaq ki. Düzdür? Orta nöqtələri arasındakı məsafə. Bunu necə tapacağıq biz? Düsturumuz belədir ki, x bərabərdir. AB-ni bölürük n-ə, vururuq, m-dən çıxırıq k-nı. Yəni, sənin AB parçandır. M bərabər hissəyə bölünüb, ona görə AB-ni n-ə böldük. M-ci və k-cı hissələrin arasındakı məsafə deyirsə, m çıx k. Ancaq bu bərabər hissəyə böldüyümüz zaman keçərlidir. İndi keçək sualımıza. Deməli, bizim parçamız 39 cm-dir. Düzdürmü? 3 bərabər hissəyə bölünübsə, deməli 39-u 3-ə bölürəm. Düzdürmü? Mənə verir 13. Hər bir hissə oldu 13. İndi mənə o lazım deyil. Mənə nə deyir? Kənar hissələrin ortası. Bu 3 dənə bərabər hissəyə ayrıldığına görə bizim kənar hissələr birinci və üçüncü hissədir. Deməli, bizim kənar hissələrimiz birinci və üçüncü hissələrdir. Birinci və üçüncü hissələr olduğuna görə mən buraya yazıram x bərabərdir. AB böl n vurulsun, n çıxılsın k. Yəni, 39-u bölürəm 3-ə, 3 bərabər hissəyə bölündüyünə görə vururam 3 çıxılsın 1. Yəni, 13 vurulsun 2 bərabərdir 26 bəbəndir. Uşaqlar, bunu bu qayda ilə də yaza bilərsiniz və yaxud da, məsələn, düstursuz necə yazmaq olar bunu? Məsələn, bu sizin AB parçasıdır. 3 dənə bərabər hissəyə bölünübsə, bu hissədə 13-dür, bu hissədə 13-dür, bu hissədə 13-dür. Birinci, kənar hissələrin ortası deyirsə, kənar hissələr bu hissə ilə bu hissədir. Yəni, kənarda qalan hissələr bizim kənar hissələrdir. İndi bunun yarısı mənə verir, 13-ün yarısı 6,5 verir. 2-yə bölürük. Yenə də 6,5, 6,5 elədir. İndi bu hissələrin orta nöqtələri arasındakı məsafə deyirsə, buradan buraya qədər olan məsafədir. Yəni, burada nə qalıbsa aradan onları toplayıram. 6,5 plus 13 plus 6,5 eləyir 13 üstəgəl 13, 26. Nəticə etibarilə ikisində də eyni cavabı aldıq. İndi hansı hissə rahatdırsa onunla gedə bilərsiniz. İkinci sualımızda bizə deyir ki, düz xət üzərində ABCDY nöqtələri verilmişdir. Alınan şüaların sayını tapın. Deməli, biz dərs izahında belə demişdik ki, qızlar, düz xət üzərində n sayda nöqtə varsa, bu zaman 2 vurulsun n sayda şüa var. Yəni, burada neçə dənə nöqtəm var? A, B, C, D və Y. 5 dənə nöqtəm oldu. Düzdürmü? Əgər mənim 5 dənə nöqtəm varsa, 2 vurulsun 5 bərabərdir. 10 dənə də şüam olacaq. Yəni, B-bəndir. Bu oldu bizdə 3-cü sual. 4-cü onunla eynidir. Sadəcə burada nə istəyir bizdən? Parçaların sayını istəyir. İndi düz xət üzərində bizim düsturumuz var idi ki, düz xət üzərində n sayda nöqtə varsa, n bərabərdir, n vurulsun, n minus 1 böl 2 sayda da parça var. Bu parçaların sayının düsturudur. İndi məndə deyir ki, burada ABCDY. Neçə dənə nöqtədir ABCDY? 5 dənə nöqtədir. Düzdür? İndi bizim burada 5 dənə nöqtəmiz varsa, gətirirəm mən düsturda yerinə 5 qoyuram. 5 vurulsun, 5 çıx 1 böl 2. O da eləyir 5 vur 4 böl 2. O da eləyir 10 parça. Yəni 5 dəfə 4, 20 böl 2. Elə də 10. İndi keçdik 5. Uzunluğu 48 cm olan AB düz xət parçası üzərində M nöqtəsi götürülmüşdür. Bu bizim AB düz xət parçamız. Bunun üzərində hər hansı bir M nöqtəsi götürülmüşdür.
Mənə deyir ki, AM parçasının uzunluğu MB parçasının uzunluğundan 7 dəfə böyükdür. Yəni AM əgər AM-in uzunluğu MB-nin uzunluğundan 7 dəfə böyükdürsə, burada böyük olan hissə AM-dir. Onda mən buranı bilmirəm deyə MB-yə x deyirəm, AM-ə 7x deyirəm. Niyə? Çünki AM-in uzunluğu MB-nin uzunluğundan 7 dəfə böyükdür. AM-in uzunluğu MB-nin uzunluğundan 7 dəfə böyükdürsə, MB-yə x deyirsiniz, AM-ə 7x deyirsiniz. Mənə deyir ki, bunun ümumi uzunluğu 48-dir. Yəni 7x plus x bərabərdir 48-ə, 8x bərabərdir 48-ə, x bərabərdir 6-ya. Məndən MB-nin uzunluğunu istəyir. MB-nin uzunluğu elə 6-ya bərabər olacaq. Yəni cavabımız oldu A bəndi. 6 onunla eynidir. 6 eynidir. 7-yə baxaq. Uzunluğu 20 cm olan AB parçasının üzərində bir deyir ki, M nöqtəsi qeyd olunub. Düzdürmü? Bu bizim AB parçamız. Bunun üzərində bir M nöqtəsi götürülüb. AM və MB parçalarının orta nöqtələri arasındakı məsafə. AM ilə, məsələn, bunun orta nöqtəsi budur. Orta nöqtə nədir? Tərəfi yarıya bölən xətt. Bunun da orta nöqtəsi tutaq ki, burada. Bu da buranı yarıya böldü. Buradan buraya kimi olan məsafəni məndən istəyir. Düzdürmü? Uzunluğu 20 cm olan AB parçası üzərində M nöqtəsi qeyd olunub. AM və MB parçalarının orta nöqtələri arasındakı məsafə. Bizim qaydamız var idi ki, əgər AB parçası iki müxtəlif hissəyə bölünürsə, həmin hissələrin orta nöqtələri arasındakı məsafə x bərabərdir AB bölünsün 2 düsturu ilə hesablanır. Yəni ümumi parçanın uzunluğunu 2-yə bölürsüz, həmin hissələrin orta nöqtələri arasındakı məsafəni tapırsınız uşaqlar. Bu düsturdur. Deməli uzunluğu 20 idi bizim ümumi AB parçamızın uzunluğu. X bərabərdir AB bölü 2-yə. O da bərabərdir 20 bölünsün 2 bərabərdir 10. Bu düsturlandır. Tutaq ki, mən buranı bilmirəm. Düzdürmü? Bərabər hissəyə bölünüb demirmi? Bərabər hissəyə bölünübsə, onda mən 2 dənə bərabər hissəyə bölünüb də. Məsələn, bura x A deyirəm. Burada A olsun. Hara? Bax, buradan buraya kimi A deyirəm. Düstursuz izah edirəm. Eyni qayda ilə, məsələn, bura B desəm, burada B olacaq. Düzdürmü? İndi bu A üstəgəl B üstəgəl B bərabərdir 20-dir. Yəni bu ikisinin cəmi bizə 20 verir. Yəni 4 dənəsini daha doğrusu toplasaq bizə 20 verir. Yəni 2A üstəgəl 2B bərabərdir 20-dirsə, mən buradan A üstəgəl B-nin 10-a bərabər olduğunu alıram. A üstəgəl B 10-dur. A üstəgəl B məndə haradır? Bax, bu orta hissə. Mənə də bu orta nöqtələr arasındakı məsafəni istədiyinə görə mənim orta nöqtələr arasındakı məsafəm olacaq 10 cm. Yəni hər iki halda, hər iki üsulla eyni cavab aldı. Bu birinci üsul düstur üsuluydu. İkinci üsul isə düstursuz yaza biləcəyiniz bir üsuldur. Yəni tərəfin ortası deyirsə, bu nöqtə tərəfi 2 dənə bərabər hissəyə ayıracaq. Eyni qayda ilə buranda 2 bərabər hissəyə ayrılmış olacaq. 8 onunla eynidir uşaqlar. 8-i evə götürürsünüz, yazırsınız. İndi baxırıq 9-a. Deyir ki, AB parçası üzərində bir dənə nöqtə qeyd olunmuşdur. Bir dənə AB parçası çəkirəm. Bir M nöqtəsi qeyd olunmuşdur. İndi mənə deyir ki, burada birinin uzunluğu digərinin 24%-dir. Məsələn, buna bir M nöqtəsi dedim. Uşaqlar, məsələn, bu nə deməkdir? AM-in uzunluğu, AM-in tutaq ki, uzunluğu, sən demir ha, dəqiq hansıdır. Mən AM-i götürdüm. AM-in uzunluğu MB-nin uzunluğunun 24%-dir. AM-in uzunluğu MB-nin uzunluğunun 24% nə deməkdir? Yəni, mən MB-yə bir x desəm, çünki bilmirəm, düzdürmü? Buna bir x desəm, düzdürmü? AM onun 24%-dir. Yəni, AM bərabərdir x-in 24%.
Yəni MB-nin 24%. Ədədin faizini tapanda biz ədədi faizə vurub 100-ə bölməliyik. 24-ü 100-ə böləndə onluq kəsirlərdə demişdik ki, 24 gəlir girir bu sıfırların içinə, olur 0,24x. Deməli, AM-in uzunluğu MB-nin uzunluğunun 24%-dirsə, deməli burada böyük olan hissə MB imiş ki, AM onun 24%-dir. Bir də təkrarlayıram. Əgər AM-in uzunluğu MB-nin uzunluğunun 24%-dir deyirsə, deməli, burada böyük olan hissə MB imiş. AM onun 24%-dir və ədədin faizini tapanda biz ədədi faizə vurub 100-ə bölməliyik. Ədədin faizini tapanda faizə vurub 100-ə bölməliyik. Onda mən buradan buraya qədər olan məsafəyə deyirəm 0,24x. Mənə alınan parçaların uzunluqları fərqinin 76 cm olduğunu deyir. Fərqi 76-dırsa, fərq nə deməkdir? Çıxma deməkdir. Yəni x-dən 0,24x-i çıxıram, bərabər edirəm 76-ya. Niyə? Çünki mənə fərqinin 76 olduğunu deyir. Bu 1x deməkdir. 1-dən 0,24-ü çıxanda bura sıfırları atıram. Borc qoyuram. 10-dan 4, 6, 9-dan 2, 7, 0-da gəldi bura. Elədi 0,76x bərabərdir 76-ya. Tərəf-tərəfə bunu 100-ə vururam ki, vergüllər itsin. Alıram ki, 76x bərabərdir 7600-ə. X də bərabərdir 7600-ü. Mən 76-ya bölsəm, x mənə verəcək 100. Uşaqlar, onluq kəsir dərsində izah eləmişdik ki, əgər onluq kəsiri biz adi ədədə çevirmək istəyiriksə, onu 100-ə vururuq, düzmü? Vergüldən sonraki ədədin sayı qədər sıfırları sürüşdürmək. Məsələn, vergüldən sonra burada 2 dənə ədəd var, deməli 100-ə vursan. 3 dənə olsaydı 1000-ə vuracaqdın. İndi bizdən nə istəyir? AB-nin uzunluğunu istəyir bizdən, düzdürmü? Bizim AB parçamız, bax, AB-nin üstündə nə var? Bir dənə 0,24x-in var, bir dənə də x-in var. Deməli, bunların cəmi olacaq AB. Yəni 0,24x üstəgəl x, bu 1x deməkdir. 1x-in üstünə 0,24x gələndə bizə 1,24x verir. X-in qiyməti 100-dür. 1,24-ü də 100-ə vuranda vergül sıfırların sayı qədər sağa sürüşür. Olur 124, yəni C bəndi olmuş olacaq. Uşaqlar, 10-cu sual bununla eynidir. Onu yazmağa cəhd eləyərsiniz. Sonra baxırıq 11-ə. 11-ci sualda mənə deyir ki, MN parçası NY parçasından 2 dəfə uzundur. Bax, burada sənə şəkili verib. Düzdürmü? Sənə deyir ki, MN bərabərdir 14-dür. Bax, nə deyir sənə? MN-in uzunluğu NY-nin uzunluğundan 2 dəfə böyükdür. Onda mən MN-ə 2x deyirəm, NY-yə x deyirəm. Niyə? Çünki MN-in uzunluğu NY-dən 2 dəfə çoxdur. İndi mənə burada MN-in 14 olduğunu deyir. Həm də bu MN 2x-ə bərabərdir. Yazıram ki, 2x bərabərdir 14-dürsə, x bərabərdir 14 bölünsün 2 olacaq. Yəni, x bərabərdir 7. X-in qiymətini 7 tapdıq. Məndən nə istəyir şərtdə? MY-nin uzunluğunu istəyir. MY-nin üstündə nə var? Bir 2x-in var, bir dənə də x-in var. Yəni 2x üstəgəl x bərabərdir 3x. Yəni 3 vurulsun 7 bərabərdir 21. Yəni MY-nin uzunluğu 21 cm oldu. 12 onunla eynidir. 12-ni evə götürüb yazırsınız qəşəng. İndi isə baxırıq 13-ə. İndi 13-də mənə deyir ki, AC parçası SB parçasından 20% böyükdür. Düzdür? AC parçası SB parçasından 20% böyükdür nə deməkdir? Yəni, AC parçasını biz almaq üçün gərək SB parçasının üstünə SB parçasının 20%-ni gərək. Düzdürmü? Mən deyirəm ki, tutaq ki, mən səndən 2 il böyüyəm.
Düzdürmü? Mənim yaşım tutaq ki, necə olacaq? Sənin yaşının üstünə 2 də gəlirsən, mənim yaşımı tapırsan. İndi burada da deyir ki sənə AC parçasının uzunluğu SB parçasından 20% böyükdür. AC parçasının uzunluğu SB parçasının uzunluğundan 20% tap. İndi AC-ni tapmaq üçün SB-nin üstünə SB-nin 20%-ni gəlirik. Düzdürmü? İndi məndə SB 20-dir. SB-nin 20 olduğunu deyib. İndi yazıram ki AC bərabərdir. Düzdürmü? Daha doğrusu SB-ni 25 verib. 14'e baxdım mən. 25'in üstünə 25'in 20%-ni gəlirik. 25'in 20%-i nə deməkdir? Yəni ədədin faizinin tapılmasıdır bu. Bu nədir? Ədədin faizinin tapılması. Ədədin faizinin tapılması üçün nə edirik? Ədədi faizə vururuq. Yəni 25'i 20'ye vururuq. Bölürük 100'e. O da bizə verir ki, sıfırlar gedir. 2 ilə 10 ixtisar gedir, 5 qalır. Qalır 25 üstə gəl, 25 böl 5. O da bərabərdir 25 üstə gəl 5 bərabərdir 30. Bu bizdə nə oldu? AC parçası oldu. Bizim parça bu şəkildə verilib şəkildə. Burası C'dir, burada B'dir. AC'nin uzunluğunu mən tapdım ki 30'dur. Düzdürmü? SB'nin uzunluğu da 25'dir. Məndən AB'nin uzunluğunu istəyir. AB'nin uzunluğu nədir? Yəni buradan A nöqtəsindən B nöqtəsinə qədər nə qədər ədəd varsa topla. Yəni 30 üstə gəl 25. O da bizə verir 55 santimetr. Yəni C bəndi. Eyni qayda ilə 14 də onunla eynidir uşaqlar. 14 onunla eynidir. 15-ci suala baxırıq. C nöqtəsi deyir ki, A nöqtəsindən başlayaraq AB parçasını, bax burada C nöqtəsi deyirik, bura B nöqtəsi deyirik. C nöqtəsi A nöqtəsindən başlayaraq AB parçasını 2'nin 3'e nisbətdə bölür. Düzdürmü? Bax bu C nöqtəsi A'dan başlayaraq AB parçasını 2 böl 3 nisbətdə bölür deyirsə, yəni A'dan C'yə qədər olan məsafəyə sən 2K deyirsən, C'dən B'yə qədər olan məsafəyə də 3K deyirsən. Əgər deyirsə ki, C nöqtəsi A'dan başlayaraq B nöqtəsinə qədər 2 böl 3 nisbətində bölünür deyirsə, yəni A'dan C'yə qədər 2K deyəcəksən, C'dən B'yə qədər də 3K deyəcəksən. Buraya qədər yəqin ki, aydındır. Yəni mən bura deyirəm 2K, bura deyirəm 3K. İndi məndən AC-nin AB-yə nisbətini istəyir. Bölmə əməlini belə yaza bilirik. Mənim AC-m 2K idi. Düzdürmü? AC-m 2K-dır. Sonra AB-ni məndən istəyir. AB nədir? Deməli, AB-nin uzunluğu nə qədər olacaq? A-dan B-yə qədər neçə K-dır? 2K üstə gəl 3K. Yəni 2K bölünsün 5K. K'lar gedəcək, qalır 2 bölünsün 5. 2 böl 5'i də bu qaydada yazacağıq. 2 böl 5 bizə nə verəcək? İndi kəsir kimi istəyirlər, onluq kəsir kimi. İndi 2'ni 5'e bölürük. 2 5'e bölünmür. Bura bir dənə 0 yazırıq. Bura bir dənə 0 gəlir. 25'e neçə dəfə bölünür? 4 dəfə. 4 dəfə 5 neçə eləyir? 20. Yəni cavabımız oldu 0,4. Yəni D bəndi. 16 onunla eynidir. İndi 17'ye baxaq. 17 deyir ki, C nöqtəsi AB parçasının orta nöqtəsidir. Orta nöqtə nədir? Yəni parçanı yarıya bölən nöqtə. 2 bərabər hissəyə bölünür oradan. İndi baxıram ki, mənə deyir ki, bu C nöqtəsi parçanın orta nöqtəsidir. D nöqtəsi isə C ilə B-nin arasında yerləşir. Arasında deyir, ortasında demir. D nöqtəsi C ilə B-nin arasında yerləşir. Sonra mənə deyir ki, A'dan D'yə qədər olan məsafə A'dır. B'dən D'yə qədər olan məsafə B'dir. Əgər A'dan D'yə qədər olan məsafə A, D'dən B'yə qədər olan məsafə B'dirsə, onda mənim ümumi AB parçamın uzunluğuna mən A plus B deyə bilərəmmi? Yəni A plus B
mənim ümumi parçamın uzunluğu olacaq. Niyə? Çünki A-dan D-yə qədər olan məsafə A-dır, D-dən B-yə qədər olan məsafə B-dir və A-dan B-yə qədər olan məsafəni tapmaq üçün, yəni burada nə qədər ədəd var? Biz toplayırıq da onları. A ilə B-nin cəmi olacaq. İndi əgər C nöqtəsi bunun orta nöqtəsidirsə, AC olacaq A üstəgəl B böl 2. Niyə? Çünki orta nöqtəni tapanda yarıya bölürük. C-dən B-yə qədər olan məsafə də eyni qayda ilə A üstəgəl B böl 2 olacaq. Uşaqlar, C nöqtəsi orta nöqtə olduğuna görə burada A plus B bizim ümumi parçanın uzunluğuydu. Bu C nöqtəsindən bu yarıya bölünəcək. Olacaq A plus B böl 2. İndi məndən CD-nin uzunluğunu istəyir. Mən CD-nin uzunluğunu bilmirəm. CD-nin uzunluğunu bilmədiyim üçün CD-nin uzunluğuna bir x deyirəm. X deyirəm. Və bu x ilə B-ni topladığım zaman, uşaqlar baxın bu x ilə bu B-ni topladığım zaman mənə A üstəgəl B böl 2 verəcək. X ilə B-ni topladığım zaman A üstəgəl B böl 2 verəcək. Niyə? Çünki mənim CB parçam ümumilikdə A plus B böl 2-dir. Onun hissələri də x ilə B-dir. Yəni, mən yazacağım ki, buradan x üstəgəl B bərabərdir A üstəgəl B böl 2. X-i tapmaq üçün B-ni keçirirəm digər tərəfə. Yazıram A üstəgəl B böl 2 çıxılsın B. X bərabərdir. Bu B-nin altına bir dənə 1 yazıram. 2 ilə 1 üçün ortaq məxrəc 2-dir. Qarşılıqlı sadə ədədlər olduğuna görə onların ortaq məxrəci onların hasili olur. 2-ni 2-yə bölürsən, elir 1. Vuranda A plus B-yə elir A plus B. Çıx. 2-ni 1-ə böldün 2. Vurdun B-yə elədi 2B. X bərabərdir. A üstəgəl B-dən 2B çıxanda B mənfi olduğuna görə bu bizə verir mənfi B. Yəni açıq B bölünsün 2 olacaq bizim bu məsafəmiz. Yəni C bəndi. 18 onunla eynidir. 18 eynidir. Sonra baxırıq 19-a. 19-da mənə deyir ki, AB parçası A nöqtəsindən başlayaraq, bir dənə yenə AB parçası çəkirik. AB parçası. A nöqtəsindən başlayaraq C nöqtəsi ilə 4 böl 5 nisbətində bölünüb. Yəni, sən AB parçasının üzərində bir C nöqtəsi götürürsən. A-dan başlayaraq dediyinə görə, yəni A-dan C-yə qədər olan məsafə 4K-dır. C-dən B-yə qədər olan məsafə 5K-dır. Niyə? Çünki A-dan başlayaraq C nöqtəsi ilə 4 böl 5 nisbətində bölünür dediyinə görə bu qayda ilə yazırıq. Yəni A-dan C-yə qədər olacaq 4K, C-dən B-yə qədər olacaq 5K. Sonra mənə deyir ki, AC-nin uzunluğu sonra başqa D nöqtəsi ilə 7 böl 2 nisbətdə bölünür. Mən məsələn buradan bir D nöqtəsini burada götürürəm. Niyə burada götürürük? Çünki 7 böl 2 deyirsə, çox hissə A-dan D-yə qədər olan məsafəyə düşəcək. Yəni bu çox hissə A-dan D-yə qədər olan məsafəyə düşəcək. Onda mən burada A-dan D-yə qədər deyirəm 7K, D-dən B-yə qədər də deyirəm 2K. Sonra mənə deyir ki, AC-nin uzunluğu 8-dir. Məndə AC 4K idi. 4K bərabərdir 8-dirsə, K da bərabərdir 2-dir. K-nın 2 olduğunu tapdım mı? Tapdım. İndi baxıram ki, burada nəyim var mənim? Mənim A-dan D-yə qədər olan ümumi məsafəm 7K-dır. Çünki A-dan D-yə 7K idi, düzdürmü? Bunun içində bir dənə AC var, düzdürmü? AC deyir ki, mən 4K-nı öz üstümə götürdüm. Yaxşı, bəs bu CD nə qədər qalacaq? 4-ün üstünə nə gəlsən, sənə 7 verir, 3. Deməli, burada CD-nin də olur 3K. Onda məndən CD-ni istədiyinə görə 3-ü vuracaq. Daha doğrusu 3K eləyir. Yəni 3 vurulsun 2 bərabərdir 6. Yəni A bəndi. İndi isə baxırıq 20. 20-də deyir ki, AB parçası, bir dənə AB parçası çəkirəm. Bura K-dır. Deyir ki, mənə
AB'nin KB'ye nisbəti 5/3'tür. Sənə deyir ki, AK'nın AB'ye nisbətini tap. Nə deməkdir bu? AB'nin AK'ya nisbəti 5/3'dürsə, AB'yə 5K düşür. KB'yə 3K düşür. Çünki AB burada birinci yerdədirsə, 5 onun payına düşür. KB burada ikinci yerdədirsə, ikinci ədəd də onun payına düşür. Əgər ümumilikdə 5K idi, onun 3K'sı KB'yə getdisə, onda bu aşağıdakı AK hissəsinə də 2K qalır. Aydındır. 2K'da 3K mənə 5K versin deyə. İndi məndən AK'nın KB'yə nisbətini istəyir. AK 2K idi. AB 5K idi. K'lar gedir, qalır 2 bölünsün 5, yəni C bəndi. 21 onunla eynidir. 22'də deyir ki, diaqram üzərində müxtəlif düz xətlər üzərində qeyd olunmuş nöqtələr və onların əmələ gətirdiyi şüalar haqqında, şüaların sayı haqqında məlumat verilmişdir. N üstəgəl M çıxılsın K ifadəsinin qiymətini tapın. İndi uşaqlar cədvələ baxın. Cədvəldə sizə deyir ki, əgər 2 dənə nöqtə olsa, şüaların sayı N'dir. 3 dənə nöqtə olsa, şüaların sayı K'dır. 5 dənə nöqtə olsa, daha doğrusu 4 dənə nöqtə olsa, şüaların sayı M'dir. İndi biz demişdik ki, düz xət üzərində n sayda nöqtə varsa, bu zaman 2 vurulsun n sayda şüa var. Deməli, düz xət üzərində n sayda nöqtə varsa, 2n sayda şüa var. İndi başlayaq birincidən. Əgər 2 dənə nöqtə varsa, düzdürmü? 2 vurulsun n bərabərdir. 2 vur 2 bərabərdir. 4 dənə də şüamız var. 4 şüa. Deməli, bu 2 dənə nöqtəyə uyğun olan şüa sayını biz n ilə işarətlədik. Deməli, n-imiz 4'dür. İkincidə. Əgər 3 dənə nöqtə varsa, 3 dənə nöqtədən 2 vurulsun 3 bərabərdir 6. 6 dənə şüamız var, düzdürmü? Bu 6 dənə şüa uyğundur K. Düzdürmü? Çünki 3 nöqtəyə uyğun K idi orada. Üçüncü halda, əgər 4 dənə nöqtə olarsa, bu zaman 2 vurulsun 4 bərabərdir 8 şüa olacaq. 8 şüa da uyğundur M-ə. İndi məndən n üstəgəl M çıx K-nı istəyir. N'in 4 idi, M-in 8 idi, K-n da 6'dır. 4'ü da 8 edir 12, çıx 6 bərabərdir 6. N'in yerinə 4 qoyduq, M-in yerinə 8 qoyduq, K-nın yerinə də 6 qoyduq. Topladıq, sonra çıxdıq, cavabımız oldu 6, yəni B bəndi. 23'ə baxırıq. 23'də sizə deyir ki, düz xət üzərində ABCD nöqtələri ardıcıl qeyd edilmişdir. Mən bir dənə düz xət çəkirəm. Düz xət hər tərəfə sonsuz uzanır. ABCD nöqtələri ardıcıl qeyd olunmuşdur deyir. A, B, C, D. Mənə deyir ki, AC BD-yə bərabərdir. Bu da bərabərdir 17'dir. Sonra mənə deyir ki, AD-nin uzunluğu 23 cm olarsa, BC-nin uzunluğu bərabərdir sual. İndi A-dan C-yə qədər olan məsafə B-dən D-yə qədər olan məsafəyə bərabərdir. O da 17'yə bərabərdir deyirsə, düzdürmü? Yəni bu AC-miz də 17 olacaq, düzdürmü? BD-miz də 17 olacaq. Sonra mənə AD-nin 23 olduğunu deyir, düzdürmü? AD haradır? Buradan buraya qədər olan məsafəmiz 23'dür. A nöqtəsindən D nöqtəsinə qədər olan məsafə 23'dür. İndi axı məndə A-dan C-yə qədər olan məsafə var idi 17. Buranın ümumi 23 olduğunu deyirsə, bu boşda qalan hissəni tapanda 23'dən 17'ni çıxıram. 23'dən 17'ni çıxdım. O da mənə verir 6. Deməli, bu boşda qalan hissə 6 imiş. Düzdürmü? Mən eyni qayda ilə AB-ni də buradan tapa bilərəm. Necə tapa bilərəm? Çünki
Məndə ümumi parça yenə 23 verib. B-dən D-yə qədər olan məsafə 17-dirsə, bu A-dan B-yə qədər olan məsafə olacaq yenə də 23 çıxılsın 17. O da verdi mənə 6. Məndən bu ortadakı BC-nin uzunluğunu istəyir. Bu AB ilə BC-nin cəmi 17 vermirdimi? Yazıram ki, AB üstəgəl BC bərabərdir 17-dir. AB-nin uzunluğunu 6 tapdıq. Üstəgəl BC-nin uzunluğunu bilmirəm. Bərabərdir 17-yə. BC bərabərdir 17 minus 6. BC bərabərdir 11 santimetr. Yəni B bəndi. Uşaqlar, buraya qədər izah elədim. Gerisini də dərsdən çıxandan sonra izah etməyə çalışacağım. İndi dərsimi açam bitərsə. 24-cü sualla davam edirik. Deyir ki, düz xətt üzərində yenə də ardıcıl olaraq A, B, C, D, Y nöqtələri qeyd edilmişdir. Bir dənə düz xətt çəkirəm. Üzərində A nöqtəsini qeyd edirəm. B nöqtəsini qeyd edirəm. C nöqtəsini qeyd edirəm. D nöqtəsini qeyd edirəm. Bir də Y nöqtəsini qeyd edirəm. Sonra mənə deyir ki, AB ilə BC-nin cəmi bərabərdir 32-dir. AB ilə CD-nin cəmi bərabərdir 30-dur. 2AB çıxılsın DY bərabərdir 4-dür. AY bərabərdir 78 olarsa DY bərabərdir sual. Mən nə AB-ni bilirəm, nə BC-ni bilirəm, nə CD-ni bilirəm, nə də D-ni bilirəm, düzdürmü? Mənə burada AY-nin ümumi uzunluğunun 78 olduğunu deyir. Yəni A-dan Y-yə qədər 78-dir. Sonra mənə deyir ki, AB ilə BC-nin cəmi 32-dir. Məsələn, AB-ni bilmirəm. AB parçasına bir X deyirəm. BC parçasına bir Y deyirəm. CD parçasına bir Z deyirəm. DY parçasına da bir T deyirəm. İndi AB üstəgəl BC 32-dirsə, A-dan B-yə qədər olan məsafə X-dir. Yazıram X. B-dən C-yə qədər olan məsafə də Y-dir. Bərabərdir 32-yə. Sonra AB ilə CD-nin cəmi deyir ki, 30-dur. Yəni X üstəgəl Z bərabərdir 30-dur. Sonra mənə deyir ki, 2AB çıxılsın DY T-dir. 2 dənə AY, yəni 2X çıxılsın T bərabərdir 4-dür. Sonra məndən DY-nin uzunluğunu istəyir. DY-nin uzunluğunu məndən istəyir. İndi uşaqlar, mən bunu sistemə alıram. Sistemə alıb tərəf-tərəfə topladığım zaman, daha doğrusu tərəf-tərəfə toplaya da bilərik, çıxa da bilərik. Toplayanda nəsə bir şey alırıq. Deməli, 24-cü sualda bizə deyir ki, A, B, C, D, Y düz xətt üzərində ardıcı olaraq qeyd olunmuşdur. Sonra mənə deyir ki, AB ilə BC-nin cəmi 32-dir. AB ilə CD-nin cəmi 30-dur. 2AB çıx DY bərabərdir 4-dür. AY bərabərdir 78 olarsa, DY bərabərdir sual. Düzdürmü? Deməli, bir dənə düz xətt götürürəm. Bu düz xətt üzərində A, B, C, D və Y nöqtələri ardıcıl qeyd edirəm. Çünki şərtdə deyir. Əgər AB ilə BC-nin cəmi 32-dirsə, mən AB-yə X deyirəm. BC-yə də 32 çıx X deyirəm. Niyə? Çünki X ilə 32 çıx X-i topladığım zaman X-lər gedir, 32 qalır. Deməli, AB ilə BC-nin cəmi 32-dirsə, mən AB-yə X dedim, BC-yə 32 çıx X dedim. Yəni, toplayanda yenə cavab 32 olacaq. Sonra baxıram ki, AB üstəgəl CD 30-dursa, mən AB-yə X demişdimsə, CD-ni yazıram 30 çıx X. Niyə? Çünki AB üstəgəl CD bərabərdir 30-dur. AB-yə X demişəm. CD-m 30 çıx X-dir. X-lər gedir, 30 qalır. Bu da getdi belə. Sonra mənə deyir ki, 2 dənə AB-dən DY-ni çıxsan, sənə 4 verəcək. Onda mən buradan DY-nin qiymətini tapsam, baxın uşaqlar, sizə nə deyir? 2AB çıx DY bərabərdir 4-dür.
DY'ni atıram bu tərəfə, 4'ü gətirirəm bu tərəfə. Alıram ki, 2AB çıx 4 bərabərdir DY-yə. Nəyi tapdım buradan? DY'nin uzunluğunu tapdım. Mənim AB'm x olduğuna görə yazacağım yerinə, AB-nin yerinə x qoyuram. 2x çıx 4 bərabərdir DY. Onda DY-nin yerinə nə qoyduq? 2x çıx 4. Mənə A-dan Y-yə qədər olan məsafənin 78 olduğunu deyir. Yəni A-dan Y-yə qədər nə qədər məsafə varsa, hamısını toplayacağım. Üstəcəl 2x çıx 4 bərabərdir 78-ə. Mənfi x, mənfi x, 2x. Bunlar islah getdi. Bir dənə x-im qaldı. 32 ilə 30 eləyir 62. Çıxılsın 4 bərabərdir 78. 62-dən 4 çıxanda mənə verir x üstəgəl 58 bərabərdir 78-ə. X-i alıram ki, x bərabərdir 78 çıx 58, yəni 20. Məndən DY-nin uzunluğunu istəyir. Düzdürmü? DY bərabərdir 2x çıx 4-dür. Yəni 2 vur 20 çıx 4. Yəni 40 çıxılsın 4 bərabərdir 36-ya. Yəni D bəndi. 25'e baxaq. 25'te deyir ki, uzunluğu 60 olan AB üzərində, bax AB parçası verilib. Düzdürmü? Bu uzunluğu nə qədərdir bunun? 60 olan AB parçası üzərində götürülmüş C və D nöqtələri A nöqtəsindən başlayaraq 2, 3, 5 nisbətində bölür. Düzdürmü? AB üzərində götürülmüş C və D nöqtələri A nöqtəsindən başlayaraq 2, 3, 5 nisbətində bölür deyir. Yəni mən bura tutaq ki C deyirəm, burada D deyirəm. Düzdürmü? Hansı nisbətdə bölür? 2K, 3K, 5K. Bunun uzunluğu ümumilikdə 60 olduğuna görə yazacağım ki 2K plus 3K plus 5K bərabərdir 60-dan. 10K bərabərdir 60-dır. K da bərabərdir 60 bölünsün 10-dur. K nəyə bərabər oldu? 6-ya. Deməli, məndən BD-nin uzunluğunu istəyir. BD-nin qiyməti 5K idi. O deyilir 5 vurulsun 6 bərabərdir 30. İşimiz bitdi mi? Xeyr. Çünki məndən BD-nin ala biləcəyi qiymətlərin cəmini istəyir. İndi isə tərsinə götürəcək uşaqlar. Necə? Bu mənim AB parçam deyildi. AB parçam deyir ki, üzərində C və D nöqtələri götürülüb. İndi mən C-ni burada deyil, burada yazacağım. C ilə D-nin yerini dəyişəcəm. C gələcək bura, D gələcək bura. Yerlərini dəyişəcəm. İndi isə belə yazırıq. Bu bizim AB parçamız. Düzdürmü? AB parçamız. İndi bu səfər D-ni burada götürürəm. C-ni də burada götürürəm. Onda A-dan başlayaraq deyirsə, bura 2K, yenə 3K, bura 5K. Yenə eyni şəkildə yazıram. Məndə dəyişən nə olacaq burada? BD-nin qiyməti birdən dəyişəcək. Aydındır. BD-nin qiyməti sadəcə dəyişəcək burada. Yenə də 2K üstəgəl 3K üstəgəl 5K bərabərdir 60-dır. 10K bərabərdir 60-dırsa, K bərabərdir 6-dır. K-nın qiymətini 6 tapdım. Bax, əvvəlki misalda BD buraydı. Düzdür. Bu balaca hissə bizə BD verirdi. İndiki misalda BD, yəni ikinci nümunəsində daha doğrusu. İkinci nümunədə BD və buradan buraya kimi olan məsafədir. Bizə BD-ni verir. Yəni yazıram ki, BD bərabərdir 3K üstəgəl 5K. Bu da bərabərdir 8K. Yəni 8 vurulsun 6 bərabərdir 48. Deməli, BD-nin ala biləcəyi qiymətlər 30 ilə 48 oldu. Aydındır mı? Bir dəfə C nöqtəsini sağda, bir dəfə C nöqtəsini solda götürürsünüz. 2 dənə hal alırsınız. İndi BD-nin qiymətləri cəmini soruşur. BD-nin qiymətləri cəmi. Yəni 30 üstəgəl 48 bərabərdir 78 E bəndi. İndi isə baxırıq 26-ya. 26-da bizə deyir ki, AB parçasının bir ucundan AB-nin uzunluğunun 20% kəsilərək AD parçası, digər ucundan isə
AB parçası AB'nin uzunluğunun 70% atılarak, yəni kəsilir o da, DY parçası alındı. DY'nin uzunluğu 60 olarsa, AB'nin uzunluğunu tapın. Düzdürmü? Bir AB parçası çəkdim. Bu mənim AB parçam. İndi deyir ki, bu AB parçasının bir ucundan AB'nin uzunluğunun 20% kəsilərək. Məsələn, mən AB'nin uzunluğunu bilmirəm. Düzdürmü? AB'nin uzunluğuna 1 deyirəm. İndi sənə deyir ki, bunun bir ucundan, düzdürmü? Bir ucundan AB'nin 20% kəsilir. Düzdürmü? AB'nin 20% kəsilərək. Sənin AB'nin x olduğuna görə, yəni x'in 20% kəsilir. X'in 20% kəsilməsi nə deməkdir? Yəni x'dən azalır. Yəni x'dən çıxıram x'in 20%-ni. X'dən x'in 20%-ni çıxanda x çıxılsın. X vur 20 böl 100 eləyir. Bu da mənə verir x çıxılsın. Sıfırlar gedir. 2-ni ona böləndə mənə 0,2x verir. 1x-dən 1-dən 0,2-ni çıxanda mənə 0,8x elədi. Düzdürmü? Yəni bir ucundan AB'nin 20% kəsilərək demək, yəni sən onun 20%-ni kəsdin. Düzdürmü? 0,8x x idi onun uzunluğu. 20%-ni kəsdin. 0,8x qaldı. Düzdürmü? Aydındır mı? Məsələn, mən buradan, ta ki mənə deyir ki, bu 20% kəsiləndən sonra, məsələn, bura 20%-dir. Bu 20%-i kəsib atdıqdan sonra məndə bir AD parçası alınır. Bu AD parçam mənim 0,8x-lik hissəmdir. Digər ucundan isə AB'nin uzunluğunun 70%-i atılaraq DY parçası alındı. Düzdür? İndi bu hissə atılıb məndə. Və məndə bu hissə atılıb. Düzdürmü? Artıq bundan işim yoxdur. Amma mənə deyir ki, digər ucdan, yəni A ucundan, onun AB'nin neçə faizi atılaraq? AB'nin 70% atılaraq. Bax, digər ucundan, yəni A ucundan, A'nın 70%, daha doğrusu X'in, A ucundan X'in 70% atılaraq, yəni kəsilərək mənasındadır. Yəni X'dən çıxıram, X'in 70%-ni. Yəni X çıxılsın, X'in 70%, X'i 70'ə vurub 100'ə bölmək deməkdir. Yəni x çıxılsın 0,7x eləyir uşaqlar. O da mənə verir 1x-dən 0,7x 7-ni ona böləndə 0,7 olur da uşaqlar, bunu bilirik. 1x-dən də 0,7x çıxanda mənə verir 0,3x. Düzdürmü? Yəni burada ortada qalan hissə oldu 0,3. Aydındır. Və sənə nə deyir? A ucundan AB'nin 70%-i atılaraq. Düzdürmü? 70% atılırsa, bax bu 80% qalmışdı, düzdürmü? Bu 80%-in 70%-ni attım. Kəsdim, bunu da attım. Məndə qaldı ortada bir dənə 10%. Düzdür? Bax bu Y nöqtəsi. Mənim deyir ki, bu DY'nin uzunluğu 60'dır. Düzdür? Məndən DY'nin uzunluğu deyir ki 60 olarsa AB'nin uzunluğunu tapın. Əgər DY bərabərdir 60'dırsa, düzdürmü? DY parçasının uzunluğu AB'nin neçə faizi oldu burada? 10% qaldı da, düzdürmü? Ortada 10% qaldı. Deməli, AB'nin 10%-i sizə 60 verir. AB'nin 10%-ni tapanda nə edirik? Məsələn, AB'ni bilmirəm. Buna bir x deyirəm. X'i ona vurub 100'ə bölürük, bərabər edirik 60'a. Düzdür? Mən buradan sıfırları aparıram. X bərabərdir 60'ı vururuq ona. X də bərabərdir 600 olur.
İndi isə baxırıq növbəti sualımıza. Burada sualda nəsə bir səhvlik var desən. Məndən AB-nin uzunluğunu istəyir. AB-nin uzunluğu səhv verilib. Əgər sənin AB parçasının uzunluğu ucundan 20%, 70% kəsilib, ortadakı bu DY-nin uzunluğu 60-dırsa, sənin AB-nin ümumi uzunluğu necə sənə balaca ədədlər verir. Ona görə də burada sualda səhvlik var. İndi isə baxırıq növbəti sualımıza. 27-yə. 27-də deyir ki, düz xəttdən 3 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə uzunluqları 5 cm olan 2 dənə mail çəkilmişdir. Maillərin oturacaqları arasındakı məsafəni tapın. İndi müəllimə diqqətlə qulaq asın. Hər hansı bir düz xətt çəkirik. Düz xəttin xaricində ona 3 cm məsafədə deyirsə, burada bir dənə nöqtə götürürəm. Məsafə demək perpendikulyar deməkdir. Məsafə demək perpendikulyar, yəni 90 dərəcəlik bir xətt endirmək deməkdir. Buradan bura bir 90 dərəcəlik xətt endirdim. Məsafə. Bu xəttin uzunluğu 3 cm-dir. Niyə? Çünki deyir ki, 3 cm məsafədə. Uzunluqları 5 cm olan 2 dənə mail çəkilmişdir. Mail nədir? Yəni bu xəttdən buraya qədər belə əyri bir xətt. Və buna mail deyilir. Bunun uzunluğu 5-dir. Eyni qayda ilə buradan da buraya qədər çəksəm, bunun da uzunluğu 5 olacaq. Və mənim burada aldığım bu üçbucaq, düzbucaqlı üçbucaqdır. Mənim burada aldığım bu üçbucağın adı düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın bir tərəfi 3-dürsə, bura bilmirəm uşaqlar, inşallah üçbucaq dərsinə keçəcək. Bura x deyirəm və bunlar Pifaqor ədədləridir. Nədir bunlar? Pifaqor ədədləridir. Pifaqor ədədləri nədir? Əgər sənin 90 dərəcənin qarşısındakı tərəf 5-dirsə, digər tərəflərin 3-dürsə, o biri tərəf avtomatik 4 olmalıdır. Aydındır. Bunlara biz katet deyirik. Bu da katetdir. Yəni, katetlərin 3, sonra o biri katetin 4 olarsa, bu səfər sənin hipotenuzun 5 olmalıdır və hipotenuz da bu hissədir. Bunlar Pifaqor ədədləridir. Ondan sonra işim yoxdur. Yəni, buranı mən neçə aldım? 4 aldım. Eyni qayda ilə buranın da uzunluğunun 4 olduğunu alaram. Mənə deyir ki, maillərin oturacaqları arasındakı məsafə. Maillərin oturacaqları arasındakı məsafə, bu maildir. Bu da maildir. Bunların oturacaqları arasındakı məsafə buradan buraya kimi olan məsafədir. Yəni 4 üstəgəl 4 bərabərdir 8. Bir də izah edirəm. Deyir ki, düz xəttdən 3 cm məsafədə yerləşən nöqtədən düz xətt çəkdik. Düzdürmü? Bu düz xətt xaricində bir dənə nöqtə götürdük. Bu düz xəttdə 3 cm məsafə deyirsə, buradan buraya qədər perpendikulyar endiririk. Məsafə demək perpendikulyar deməkdir. 3 cm məsafədə 2 dənə mail çəkilmişdir. Mail nə deməkdir? Yəni əyri bir xətt. 2 dənə əyri bir xətt çəkilmişdir. Düzdürmü? Burada alınan bu üçbucağın adı düzbucaqlı üçbucaqdır. 90 dərəcənin qarşısına qalan tərəf bizdə adlanır. 90 dərəcənin qarşısında qalan tərəf bizdə adlanır hipotenuz. Bunun adı hipotenuzdur. Bu tərəflər, digər yan tərəflər isə katetlər adlanır. Əgər sənə bir kateti 3, digər kateti 4 verib, daha doğrusu hipotenuzu 5 veribsə, avtomatik sənin digər katetin 4-dür. Niyə? Çünki düzbucaqlı üçbucaq üçün Pifaqor ədədləri qaydası var. 3 düzdürsə, hipotenuz 5-dirsə, avtomatik digər katetimiz 4 olur. Üstədə bura 4-dürsə, burada 4 olar. Mənə bu nöqtədən bu nöqtəyə qədər olan məsafəni istəyirdi. Yəni 4 üstəgəl 4, o da bizə verir 8. İndi baxıram 28-ə. 28-də mənə deyir ki, buradan bizə bir AB parçası verilmişdir. AB parçası. D nöqtəsi bu parçanın orta nöqtəsidir, şərtdədir. D nöqtəsi bu parçanın orta nöqtəsidir. Yəni 2 dənə bərabər hissəyə ayırır. Buradan bir C nöqtəsi götürürəm. Sonra mənə şərtdə deyir ki, AC bərabərdir 10-dur. CB bərabərdir 2-dir.
DS bərabərdir sualdır. İndi AC-nin uzunluğu haradır? A-dan C-yə qədər olan məsafə 10-dur. C-dən B-yə qədər olan məsafə 2-dir. Yəni ümumilikdə bizim parçamızın uzunluğu 12 oldu. 10 cm, o da 2 cm, elə də 12 cm. Əgər D nöqtəsi bu parçanın orta nöqtəsidirsə, 12-ni 2-yə bölürəm. Buradan buraya qədər 6 qalır. Buradan buraya qədər də 6 qalır. Düzdür? İndi məndə buranın ümumilikdə 6 olduğunu bilirəm. Və mənə bunun bir hissəsinin 2 olduğunu deyirsə, bu hissəni tapanda x üstəgəl 2 bərabərdir 6-dırsa, x bərabərdir 4-dür. X-imiz oldu 4. Yəni DC-nin uzunluğunu istəyirdi. DC-nin uzunluğu 4 cm oldu. 29-a baxırıq. 29-da mənə deyir ki, C nöqtəsi AB parçasının A nöqtəsindən başlayaraq 2/3 nisbətdə bölür. Bir dənə AB parçası çəkirəm. Deməli, A, B parçası çəkdim. Düzdürmü? Deyir ki, C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2/3 nisbətdə bölür. Burada bir dənə C nöqtəsi götürürəm. A-dan başlayaraq deyirsə, yəni A-dan C-yə qədər olan məsafəyə mən 2K deyirəm. C-dən B-yə qədər olan məsafəyə də 3K deyirəm. İndi mənə deyir ki, sənin AB parçanın ümumi uzunluğu 45-dirsə, CB parçasının ümumi uzunluğunu tap. İndi AC haradır? Daha doğrusu AB haradır? Bu nöqtədən bu nöqtəyə qədər olan məsafə 45-dir. Yəni 2K ilə 3K-nın cəmi bizə 45 verir. Yazıram ki, 2K üstəgəl 3K bərabərdir 45-ə. 5K bərabərdir 45-dirsə, K bərabərdir 45 bölünsün 5. Yəni, K bərabərdir 9 aldıq. Məndən CB-nin uzunluğunu istəyir. CB-nin uzunluğu 3K idi. Düzdürmü? CB bərabərdir 3K. Yəni, 3 vurulsun 9 bərabərdir 27 olacaq. 30 onunla eynidir. 30-a baxmayacağım, siz yazacaqsınız. İndi 31-ə baxaq. 31-də deyir ki, mənə düz xət üzərində olan 6 nöqtənin əmələ gətirdiyi şüaların sayı parçaların sayının neçə faizidir? İndi biz dedik ki, birincidən düz xət üzərində əgər n sayda nöqtə varsa, o zaman 2n sayda şua var. Bir də n vurulsun n-1 böl 2 sayda da parça var. İndi mənə deyir ki, düz xət üzərində nöqtələrin sayı 6-dır. Düzdür? Yəni 6 dənə nöqtəm var. Onda şuaların sayı olur 2 vurulsun n, yəni 2 vurulsun 6 bərabərdir 12 olur. Bəs parçaların sayı nəyə bərabərdir? N vurulsun n-1 böl 2. Yəni 6 vurulsun 6-1 böl 2. Yəni 6 vur 5 böl 2. 6 5 edir 30 bölünsün 2 bərabərdir 15. İndi mənə deyir ki, şuaların sayı parçaların sayının neçə faizidir? Əgər şuaların sayının parçaların sayının neçə faiz olduğunu tapmaq istəyirsənsə, şuaların sayını parçaların sayına bölüb 100-ə vurursan və buradan faizi tapırsan. Şuaların sayı 12 idi, parçaların sayı 15 idi. 12-ni 15-ə böldüm, vurdum 100-ə. 15-i 3-ə böldüm 5 dəfə, 12-ni 3-ə böldüm 4 dəfə, 5-i 5-ə böldüm 1 dəfə, 100-ü 5-ə böldüm 20 dəfə. Yuxarıda qaldı məndə 4 vur 20, aşağıda da 1 qalır, yazmırıq onu. 4 dəfə 20 də mənə verir 80. Deməli, şuaların sayı parçaların sayının 80% imiş. Bu da oldu bizdə 31-ci sualın izahı. 32-ci sual evə, yəni sizdədir. 33. Ətraflı yazı tələb olunan tapşırıq var. İndi baxıram ki, burada mənə bir AB parçası verilib. Düzdür. Buranı C deyirəm, buranı K deyirəm, buranı D deyirəm. Mənə deyir ki, şərtdə SK-nın KD-yə nisbəti bərabərdir 3-ün 2-yə nisbətidir. AK-nın KD-yə nisbəti də 7-nin 2-yə nisbətidir. AC bərabərdir BD, o da bərabərdir 16-dırsa, CB bərabərdir sualdır deyir.
İndi əgər SK-nın KD-yə nisbəti 3-ün 2-yə nisbətidirsə, SK haradır? S-dən K-ya qədər 3K-dır, K-dan D-yə qədər 2K-dır. Sonra AK-nın, yəni A-dan K-ya qədər olan məsafə, K-dan D-yə qədər olan məsafə 7K-dır, 7/2-dirsə, yəni A-dan K-ya 7K-dır, K-dan D-yə də 2K-dır ki, yuxarıda da onu yazmışıq. İndi əgər bura ümumilikdə 7K-dırsa və bunun 3K-sı bura düşürsə, onda bu AC-yə qalır 4K. 7K-dan 3K-nı çıxırıq, 4K qalır ora. İndi mənə deyir ki, sənin AC-nin uzunluğu BD-nin uzunluğuna bərabərdir. O da 16-ya bərabərdir. Mən AC-yə 4K dedimsə, onda bunlar bir-birinə bərabərdir olduğuna görə burada 4K olacaq. Düzdür? İndi AC məndə 4K idi. Yazıram ki, 4K bərabərdir 16-ya, K bərabərdir 16 bölünsün 4-ə. Yəni K-nın qiymətini 4 olduğunu aldım. Məndən SB-ni istəyir. SB nədir? Bax, C-dən B-yə qədər olan məsafə. C-dən B-yə qədər olan aralığı ştrixləyirəm. C-dən B-yə qədər nə qədər K varsa hamısını ştrixlədim. C-dən B-yə qədər nəyimiz var? Bir dənə 3K-mız var, bir dənə 2K-mız var, bir dənə 4K-mız var. Deməli, burada bir dənə 3K-mız var, bir dənə 2K-mız var, bir dənə də 4K-mız var. O da bərabərdir. 3K o da 2K eləyir 5K, o da 4K eləyir 9K. K-nın qiyməti 4 olduğuna görə 9 dəfə 4 eləyir 36. Deməli, SB-nin uzunluğu 36 cm oldu. 34 evə 35-ə baxaq. 35-də mənə deyir ki, AB parçası üzərində götürülmüş S nöqtəsi onu A nöqtəsindən başlayaraq 2/3 nisbətində bölür. Burada bir parça götürdüm. Düzdürmü? Bura M, bura A, bura S, bura B, burada K. İndi sənə deyir ki, AB parçası, yəni birinci bu AB olan hissəyə baxırıq. Düzdürmü? Birinci AB olan hissəyə baxıram. Bu AB olan hissədə mənə deyir ki, üzərində götürülmüş C nöqtəsi ona A-dan başlayaraq 2/3 nisbətində bölür. Yəni, buradan buraya qədər 2K-dır, buradan buraya qədər də 3K-dır. Sonra deyir ki, əgər AB parçasını bu düz xətt üzərində hər iki ucdan 5 cm uzatsalar, bu sənin AB parçandır, düzdürmü? Hər iki ucdan 5 cm uzatmaq nə deməkdir? Yəni, buradan buraya qədər olan məsafə də 5 cm-dir. Buradan buraya qədər olan məsafə də 5 cm-dir. Yəni, hər bir ucdan 5 cm bunu uzadıblar. Və sənə deyir ki, M-dən C-yə, C-dən də K-ya qədər olan məsafə 3-ün 4-ə olub. Yəni, M-dən C-yə, M-dən C nöqtəsinə qədər olan məsafə 3K olub. C-dən K nöqtəsinə qədər olan məsafə də 4K olub. İndi, əgər bura ümumilikdə 3K-dırsa və mənim 2K-m varsa, deməli, bura qalır 1K. Düzdür? Deməli, mənim 1K-m 5-ə bərabərdir. Yəni, K-nın qiyməti oldu 5. K-nın qiymətini tapdım mı? Məndən AB-nin uzunluğunu istəyir. AB parçasının uzunluğu da ki, AB bərabərdir 2K üstəgəl 3K. O da bərabərdir 5K. Yəni, 5 vurulsun 5 bərabərdir 25 cm-dir. Bu qədər uşaqlar. 36 da bununla eynidir. Onu da artıq siz yazarsınız. Növbəti bölmə inşallah qaldı dərsdən sonraya.